Son dövrlərdə asfaltla bağlı sürücülərdən gələn şikayətlər diqqət çəkir. Bu vəziyyət yol idarəsinin nümayəndələrinin məsuliyyətsizliyi ilə daha da pisləşir. Fikrət bəy şəhər icra nümayəndəsi olaraq qanunlara riayət etməyi unudub. Ağcabədi şəhərinə gedən yolun dəfələrlə qazılması, asfalt çəkilməsi və bu işlərin yalnız görünən yerə yönəldilməsi digərlərinə olan laqeyd yanaşma nümayiş etdirir. Görünür ki, yalnız diqqət çəkən yerlər düzəldilir, lakin digər yolların durumu hətta səhlankarlıqla göz ardı edilir. Bu cəmiyyətin narahatlığına səbəb olan bir haldır. İnsanların təhlükəsizliyi və rahatlığı yalnız seçilmiş yerlərdəki gözəl asfaltla təmin olunmamalıdır. Yol idarəsi və icra nümayəndəsi bütün yolları bərbad vəziyyətdə olan hissələri də nəzərə almalıdır. İctimaiyyət yalnız vizual gözəlliklər deyil, əsas fundamental hüquqlarını tələb edir. Artıq bu laqeydliyin sona çatmağı, məsuliyyət hissinin yüksəlməsini gözləyirik. Sürücülərin təhlükəsizliyi yalnız diqqət və qayğı ilə mümkün olacaq. Aksesi TV1 Kanal 8 xəbər İlham Müzəffəroğlu. Səsləndirmədə Aygün Qərib qızı, Ağcabədi.